Değerli dostlar, ilk önce hər birinizə mən Allah'a salamlayıb, hər birinizə gözəl günlər arzu edirəm. Bu günlərdə gözəl şirkətlərdən biri olan Aksor şirkətinin rəsmi işçisi ilə bir yerdə sizlərə tüfənglər haqqında məlumatları verəcəyik. Artıq biz Elmar olaraq şirkət 3 bu illərin 2026 inşallah modelləri sizlərə inşallah göstərəcəyik. Ziya abimlə buradayız. Ne dersin Azerbaycan'da izleyicilerimiz abi? Abi bütün Azerbaycan'a selamlar olsun, hoş geldiniz. Sağ ol abi. Ayaklarınıza sağlık. Tüfeklerimizi yeni modellerden ne var abi? Dünya çapında tüfeklerimiz biliniyor abi. Yeni modellerden bu sene yeni yapmış olduğumuz ağaç yol kısmında kenarında dürbün, lazer takmak için evet. Yerimiz var. Kayışlığımız var buraya takmak için. Evet, geçen yıl kimi katlanamadı. Katlanan model. Bizim zaten en çok sattığımız modeller katlanan modellerimiz. Amerika'ya kadar gelmiş abi bunlar. Evet tabii. Amerika'ya en çok ihracat yaptığımız ülke Amerika. Yeni yapmış olduğumuz yeni plastik kundağımız abi. Diğer eskiye nazaran eskiler çift çözme düğmeliydi. Bunlar da tek olarak var. Bunu tek olarak çözüp yukarıya doğru kaydırabiliyoruz. El kundağı bayağı kibar. Diğer el kundağı biraz daha kabaydı, kibarlaştırdık. Yine buraya kayış koyduk. Diğerinde burada kayış vardı. Evet. Bunda tek nokta kayış taktık. Daha sonra yeni modellerimizden yeni modellerde şimdi ben burada diyorum abi. İşlemeli tüfeklerimiz var. Yeni modelli işlemeli tüfeklerimiz. Bunlar da çok beğenildi. Çok güzel yani. Bunlar evet. Abi kızıl işlemeli değil mi? Evet, bunlar altın işlemelidir. Bunlar da çok beğenildi. Yeni modelimiz. Güzel abi. Onun haricinde benim uşaqlar burada diqqətimi çəkən bir silahlı oldu, evet. Elə bir model oldu. Həqiqətən də çox gözəl modeldir. Mən bunu göstərim sizə. Həvəsi olanlar üçün 30 dənə atan da var. 30 tane atan var, 20 tane atan şarjörümüz var. Çok maraqlı. Evet. Onun yanı sıra bu arada 12 kalibre uşaqlar. Evet, 12 kalibre. Yeni Ares'in çalıştığımız tüfek, piyasada tüfeğimiz yok. Şarjörlü, katlanabilir tüfek. Tamamen katlanabiliyor. Uşaqlar, bu arada bir məlumatı verim nəzərinizə çatdırım ki, bunların hansı bir model istəyirsənsə, yalnız və yalnız Azərbaycanda Elmar Ovçuluqdadır. Evet. Rəsmi distribütörü Aksor Armısın, yalnız Elmar Ovçuluqdadır. Ola bilər, hansı bir model isə, oxşar modellə sizlərə yanlış fikirlər yönəldilər ki, Aksor Armısı bunu yəni diqqətli olmaq lazımdır. Aksor Armısın üzərində hamısının yəni diqqətlə baxdıqda Aksor Armısın üzərində belə bir emblem var. Evet. Aksor adıyla sizi yanlış bir firmanın malını verərlərsə, oyaq olun, allanmayın uşaqlar. Yaxından göstərsin kameraman qardaşımız. Yalnız bunların, bir daha deyirəm, rəsmi distribütörü Azərbaycanda Elmar Ovçuluqdur. Dəyərli dostlar, izləmədə qalın. Hər zaman olduğu kimi mən Anam Qabasıdoğlu daima yeni şirkətlərdən hər zaman çəkilişlər çəkib sizlərə təqdim edəcəm. Ziya abim, sana da təşəkkür edirəm məlumatlar üçün. Çox sağ ol, Allah sənə razı olsun. İnşallah birazdan fabrikada başqa çəkilişlərimiz olacaq. İnşallah. Sizlərə təqdim edəcəm. İzləmədə qalın.